Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərinə hücum nəticəsində 613 nəfər qətlə yetirilir. 1275 sakin əsir götürülür. 150 nəfərin taleyi isə hələ də məlum deyil. 1994-cü ildə ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan olunur. Heydər Əliyev fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan Xocalıya ədalət kampaniyası beynəlxalq səviyyədə davam edir. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-sində Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində dövlət bayrağını ucaldıb. Hazırda Xocalıya sakinlərin qayıdışı davam edir.